İnsan ömrünün önəmi, əhəmiyyəti, həyatın önəmi bəlli olsa, başa düşüləcək ki, müsəlmanlar zülmə niyə bu qədər həssas yanaşır? Niyə bu dinin ardıcılları həyata qəsd eləyən bəşəriyyət düşmənlərinə niyə çox həssas yanaşır? Niyə bir günahsız insanın ölümünə dözə bilmir? O adamlar var ki, bir düyməni basmaqla yüzlərlə, minlərlə insanın ömrünə son qoyur. Din niyə bunları lənətləyir? Biz heç hərdən bilmirik ki, düşmən niyə düşməndir, dost niyə dostdur? Niyə bu qədər bu bəşəriyyət düşmənlərinə biz həssas yanaşırıq? Niyə bizdə həmişə salamın yanında lənət də var? Niyə sevginin yanında nifrət də var? Xocalıda bir gecədə nə qədər insanı qətlə yetiriblər? Niyə biz bu qədər bu məsələyə həssasıq? Bu təkcə insani duyğulardan deyil, eyni zamanda biz başa düşürük müsəlman olaraq ki, həyat müqəddəsdir, ona qəsd eləmək olmaz. Normal insan həyatına qəsd eləməz.